11-i həftənin ikinci günüdür. Aynesdə baş xəbər vaxtıdır. Vaxt itirmədən göstərəcəklərimizdən xəbər tutun. Rusiyanın Qəbələ RLS-dən rəsmən imtina eləməsi iki ölkənin münasibətlərində hansı izlər buraxacaq? Uşağını dayiyə etibar eləyən ana övladlarını uşaq evindən necə ala bilər? Övladlarını qaytarmaq istəyən ana baş xəbərə danışacaq. Rusiya hökumətinin Qəbələ radiolokasiya stansiyasının istismarını dayandırması barədə xəbəri son 2 gündə necə deyərlər mətbuatın gündəmini zəbt edib. İndi ən çox verilən sual budur. Stansiyanın bundan sonraki aqibəti necə olacaq və bu qərar Rusiya ilə Azərbaycan münasibətlərində hansı izləri qoyacaq? Reportajdan sonra Azərbaycan rəsmisi ilə mövzunu müzakirəsini davam etdirəcəm. Qəbələ RLS-in istismarının dayandırılması Azərbaycan-Rusiya arasında münasibətlərə mənfi təsir göstərməyəcək. Bunu ANS müsahibəsində Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirdi. Onun sözlərinə görə Rusiya və Azərbaycan arasında bütün sahələrdə sıx münasibətlər olduğundan bu məsələ heç bir əhəmiyyət kəsb etməyəcək. Düşünürəm, normal bir haldır. Belə dövlətlər arasında bu cür münasibətlər çox olur. Elə münasibətlərdə nə isə yaradırlar, nə isə dayandırırlar və bizim də Rusiya Federasiyası ilə münasibətlərimiz bütün sahələrdə o qədər sıx, yüksək, geniş və faydalıdır ki, düşünürəm ki, bizim iki tərəfli münasibətlərimizə bu heç bir mənfi təsir göstərə bilməz və göstərməli də deyil. Novruz Məmmədov stansiyanın başqa istiqamətlərdə istifadəsinin mümkün ola biləcəyini qeyd etdi. Belə ki, nəzərə alsaq ki, Qəbələ rayonu Azərbaycanda turizm zonası üçün əlverişli yer olduğundan, orada yerləşən Qəbələ RLS-in turizm obyekti kimi istifadə olunması istisna hal deyil. Oxşar mövqeyi hərbi ekspert Cəsur Sümərənli də söylədi. Bu binanın özü çox möhtəşəm binadır və binadan müxtəlif məqsədlər üçün istifadə etmək olar. Ən azı binanın özünü saxlamaq lazım ola bilər və onun özünün təyinatını dəyişdirmək olar və binanın görüntüsü də özdə bir turizm potensialı, yəni turizm cəlb edilməsi üçün böyük bir fürsət ola bilər. Millət vəkili Aydın Mirzəzadə isə gələcəkdə Qəbələ RLS-in strateji bir obyekt kimi istifadəsinə dair Rusiya tərəfi ilə danışıqların aparılacağını istisna etmir. Gələcəkdə əgər Rusiya ondan istifadəyə dair Azərbaycanın təkliflərini qəbul edərsə, yenidən nəzərdən keçirilə bilər. Yox, əgər başqa bir forma isə bu artıq gələcəyin işidir. Qeyd edək ki, Qəbələ radiolokasiya stansiyası 1997-ci ildə Azərbaycan tərəfindən Rusiyaya 15 il müddətinə icarəyə verilmişdi. Azərbaycan Qəbələ RLS-in icarə müddətinin uzadılması müqabilində bir sıra təkliflər irəli sürüb. Bura, icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması üçün Rusiyanın əlavə pul ayırması, stansiyadakı Azərbaycanlı heyətin sayının artırılması, o cümlədən rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi daxildir. Xatırladaq ki, Rusiya tərəfi dünən Qəbələ radiolokasiya stansiyasının istismarına dair Azərbaycana nota təqdim edib. Rusiya Müdafiə Nazirliyi stansiyanın icarəsinin dayandırılmasına dair qərarı ilk növbədə bu obyektin praktiki istifadəsinin zəruri olmadığı ilə əlaqələndirib. Nərgiz Təhərova, Polad Orucov, Ramin Yaqubov, ANS. Rusiyanın Qəbələ RLS-dən imtina etməsinin səbəblərini Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevlə müzakirə edirəm. Xoş gördük Elman müəllim. Xoş gördük. Elman müəllim, Qəbələ RLS-dən Rusiyanın imtina etməsi barədə xəbər çıxandan sonra mətbuata artıq məlumat çıxan kimi ağla gələn ilk sual bu oldu. Səbəb nə idi? Və ümumiyyətlə sizə görə bu sazişin dayanması iki ölkə münasibətlərinə hansı təsirini göstərəcək? Birincisi ondan başlamaq istəyirəm ki, təbii ki, bu iki tərəfli münasibətlərə heç bir təsir göstərməyəcək. Çünki bizim Rusiya ilə, belə deyək, mehriban qonşuluq prizması baxımından çox xoş münasibətlərimiz var. Ümumiyyətlə, biz bütün qonşularımızla mehriban qonşuluq münasibətlərini həyata keçiririk və o cümlədən də Rusiyadan, yəni bunun Qəbələ RLS-nin istismarının dayandırılması Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək təbii ki. Çünki Azərbaycan-Rusiya münasibətləri olduqca geniş spektrli və dinamik inkişaf edən münasibətlərdir. Eyni zamanda qonşuluq məsələləri var. Bilirsiniz, Rusiyanın bir coğrafi hissəsi də Qafqazlarda yerləşir. Yəni, baxımdan təbii ki, biz qonşu ölkələri və yenə də qonşuluqdan da əlavə münasibətlərimiz də inkişaf etməkdədir. Səbəb bəs? Qəbələ RLS-lə bağlı gəldi, onun yəni istismar müddətinin dayandırılması. Bilirsiniz ki, son zamanlar Azərbaycanla Rusiya arasında bu sahədə intensiv danışıqlar aparılırdı. Xüsusilə Qəbələ RLS-in istifadəsinin uzadılması ilə bağlı. Bilirsiniz ki, bir saziş var idi. Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında saziş vardı və bu sazişin müddəti də 2012-ci il dekabr ayında
bitirdi. Yəni bunu tarixədək təbii ki, biz müəyyən razılaşmaya gəlməliydik və təəssüflər olsun ki, icarə haqqı ilə bağlı müəyyən razılaşmaya gələ bilmədik. Və bunun da yəni nəticəsi olaraq Rusiya tərəfi Azərbaycan tərəfinə nota təqdim edərək Qəbələ RLS-in istismarının 10 dekabr tarixindən etibarən dayandırılacağı barədə Azərbaycana məlumat verdi. Yəni deyirsiniz ki, burada pərdə arxası heç bir məqam yoxdur. Sırf maliyyə məsələlərinə görə razılaşma olmadı, istismar müddəti bitdi. Təbii. Burada icarə haqqından söhbət gedir və icarə haqqı ilə bağlı Azərbaycan və Rusiya tərəfi arasında razılaşma əldə olunmadı. Və bu da təbii ki, yəni nəticəsi olaraq Rusiya tərəfi ilə, yəni belə deyək, Azərbaycanla Rusiya razılaşma əldə olmadı. Baxmayaraq ki, intensiv danışıqlar aparıldı. Baxmayaraq ki, Azərbaycan yəni bu məsələ ilə bağlı danışıqları aparmağa açıq və yəni açıq olduğunu göstərdi və belə deyək də danışıqları aparmağa maraqlı olduğunu göstərdi. Təbii ki, yəni biz gördüyünüz kimi artıq uzun müddətdir ki, buna bağlı danışıqlar gedir. Mediada bu arada məlumatlar var idi. Ekspertlər qrupu bu məsələ ilə bağlı hər iki tərəfdən müəyyən danışıqlar, fikir mübadiləsi aparırdılar. Elman müəllim, mətbuatda belə bir məlumat dərc olunur ki, ola bilər ki, böyük ehtimalla Azərbaycan stansiyanı ikinci bir dövlətə həvalə etsin növbəti istismar müddəti üçün. Həqiqətənmi bu belə ola bilərmi? Bilirsiniz, hal-hazırda heç bir qərar yoxdur. Yəni bizim hal-hazırda konkret əldə etdiyimiz yəni məqam ondan ibarətdir ki, Rusiya tərəfi Azərbaycan tərəfinə nota təqdim etdi və həmin notaya əsasən Qəbələ RLS-in belə deyək, istismar müddəti 10 dekabr tarixindən bitmiş sayılır. Yəni bundan bağlı təbii ki, bundan sonra Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının müəyyən qərarı olacaqdır bununla bağlı. Hesab edirəm ki, hal-hazırda bununla bağlı belə deyək, hansısa konkret nəticələr çıxarmaq çox tezdir. Və təbii ki, yəni bu bir prosesdir. Bu Azərbaycan Respublikasına aiddir və təbii ki, müvafiq qərar qəbul olunacaqdır. Əgər başqa bir dövlətə istismara verilməyəcəksə, bəs onda stansiyanın aqibəti necə ola bilər? Yenə də qeyd etmək istəyirəm ki, hal-hazırda stansiyanın aqibəti ilə bağlı konkret bir şey bildirmək tezdir. Çünki notanın yəni özü ilə Azərbaycan tərəfinə dünən təqdim olunubdur. Yəni bu belə deyək də bununla bağlı Azərbaycan ehtiyatlı dövlətdir. Hər halda bundan əvvəl addımlarını hesablayıb. Yəni bilirsiniz necədir? Yenə bizim əsas məqsədimiz bu anadək əsas məqsədimiz Rusiya tərəfi ilə hansısa bir razılaşmaya çalışmağımız idi. Biz çalışdıq ki, Rusiya tərəfi ilə razılaşmalar əldə edək və yəni biz bundan sonraki planlarımızı belə deyək qurmurduq. Biz hazırda çalışırdıq ki, Rusiya ilə müəyyən razılaşma əldə edək. Bəs ümumiyyətlə fəaliyyəti tamamilə dayandırıla bilərmi bu stansiyanın sizə görə? Hesab edirəm ki, yəni yenə də bu stansiyanın aqibəti ilə bağlı artıq bundan sonra görüləcək addımlarla bağlıdır. Hesab edirəm ki, müvafiq işlər görüləcək. Çünki Azərbaycanda müəyyən komissiya mövcuddur və Azərbaycan tərəfinin də öz baxışları var. Hesab edirəm ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi, Azərbaycan dövləti hər zaman olduğu kimi milli maraqlarımıza uyğun olan bir addım atacaqdır və qərar qəbul edəcək. Elman müəllim, artıq necə deyirlər, Rusiyanın fəaliyyəti Qəbələ radiolokasiya stansiyasında dayandı. İndi qalıb oradakı Rus hərbiçilərinin getmə məsələsi. Bu nə vaxta baş verəcək? Təbii ki, bu artıq belə deyək, texniki bir hissəsidir. Məqamın texniki hissəsidir. Bununla bağlı da təbii ki, Azərbaycanla Rusiya tərəfi arasında, Rusiya arasında müəyyən danışıqlar aparılacaqdır və təbii ki, bununla bağlı konkret addımlar barədə gərək razılaşma olsun, müvafiq ekspertlər qrupları bir araya gəlsinlər, fikir mübadiləsi aparsınlar. Yəni bu artıq belə deyək, prosesin texniki hissəsidir. Çünki biz bu anadək Rusiya tərəfi ilə razılaşma əldə etməyə çalışdıq. Biz bu tərəf, yəni öz bütün səylərimizi göstərdik ki, Rusiya ilə müəyyən razılaşma əldə edək və təbii ki, səylərimiz də hətta mətbuatdan hiss olunurdu ki, bizim ekspert qrupumuz vardı, Rusiya tərəfindən ekspert qrupu müəyyən olunmuşdu. Bu arada çox intensiv danışıqlar aparıldı. Yenə də təəssüflər olsun ki, bu icarə haqqında, icarə ilə bağlı, yəni müvafiq razılığa gələ bilmək. Təbii ki, bundan sonra görüləcək işlər haqqında yəni mətbuatımız və cəmiyyətimiz məlumatlandırılacaqdır və yenə də qeyd eləmək istəyirəm və xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin hər zaman atdığı addımlar milli maraqlarımıza uyğun olur. Təşəkkür edirəm. Hər halda Azərbaycanın atacağı bundan sonraki addımları da bütün region ölkələri diqqətlə izləyəcəklər. Çünki həqiqətən də stansiyanın bundan sonraki aqibəti hər kəs üçün maraqlıdır. Təşəkkür edirəm. Xatırladım ki, Baş Xəbərin qonağı Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev idi. Baş Xəbərdə müzakirə edəcəyimiz ikinci...
üzr istəyirəm, uşaqlarla bağlıdır. Daha doğrusu, valideyn-dayə münasibətlərindəki anlaşılmazlıqla. Çox üzr istəyirəm. İl ərzində dayə valideyn arasında yaranan problemlərlə bir neçə dəfə qarşılaşdıq. İlk fakt yanvar ayında oldu. Mərhum xalq artisti Məlik Dadaşovun qızı Gülnarə Dadaşova 2 aylıq əkiz körpələrini dayəyə etibar etsə də bir müddət sonra quraşdırdığı kamera vasitəsilə dayənin uşaqları döydüyünü aşkar eləmişdi. Mart ayında baş verən fakt isə daha qəddar idi. Fərqanə Qurbanova adlı ana 1 yaşlı oğlu və 4 yaşlı qızını dayəyə etibar etdikdən 20 gün sonra oğlu Elmir Mehdiyevi ölü olaraq geri almışdı. Məlum olmuşdu ki, dayə uşağa işgəncə verərək öldürüb. Hər iki fakt hüquq mühafizə orqanlarında araşdırıldı. Sonuncu hadisədə isə uşaqlara qarşı işgəncə faktı olmasa da əziyyət çəkən yenə də körpələr olub. Belə ki, Samirə Sürxəndani 2 oğlu Yusif və Asifi dayəyə etibar edib. Uşaqların anasının dediyinə görə olanlarının dayəsini illərdir ki tanıyır və dayə bu illər ərzində uşaqlarına pis baxmayıb. Ananın təbrincə desək, aradakı cüzi borc problemi daha böyük problem yaradıb. 35 manat ona verəcəyim vardı, onsuz məndən sporlaşdı. Mən də ona dedim ki, uşaqlarım sənin əlindədir də Gürov. Gedim bir dənə babam mənə baxır, babam xəstədir, Sabunçu Banisada. Dedim gedim onun yanına, onun yanında qalan yoxdur bu gün. Onun yanında qalım, sabah evə gələndə götürüb qaynanamla verəcəm. O da mən gedən kimi kimsə onu başa salıb, prinsipə düşüb, götürüb bölməyə zəh vurub, deyib ki, uşaqları anası güya neçə gündür mənim üstümə atıb çıxıb gedib. Razılaşmaya görə Samirə qadına uşaqlara ayırdığı hər 5 saata görə 10 manat ödəyirmiş. 25 yaşlı ana uşaqlarını təyin edilən vaxtda götürmədiyindən dayə 3 və 1 yaş yarımlıq uşaqları polis vasitəsilə bir saylı körpə uşaq evinə təhvil verib. Uşağın qadının yanında kiminsə qoyub getdiyini, 3 saatdan sonra gəlib uşaqlarını götürəcəyini söylədi. Polis əməkdaşları da bu cür aktla gətirib bizə təhvil verdilər. Həmin qadına sual verdim ki, bəs başqasının uşaqlarını nə cür saxlaya bilirsiniz? Dedi ki, mən tanımadığım bir qadın idi. Paltar sərirdim həyətdə, uşaqları mənim yanımda 3 saatlıq qoyub getdi. 3 saat oldu 5 gün. 10 gün gəlib ana çıxmadı. Uşaq evinin baş həkimi Samirə Sürxəndaninin uşaqlarının doğum şəhadətnaməsini gətirməklə onlara qovuşa biləcəyini deyir. Amma Samirənin 3 il bundan əvvəl ailə həyatı qurmasına rəğmən rəsmi nikahı yoxdur və uşaqlarına da doğum haqqında şəhadətnamə almayıb. Hazırda isə həyat yoldaşı həbsxanadadır. Yəni onların atası içəridə olduğuna görə, zəqsim olmadığına görə onlara metrika düzəldə bilməmişəm indiyənə kimi. Yəni amma radom kağızları mənim var da, hansı ki radomda olub o uşaq. O kağızlar var məndə. Ananın övladlarına qovuşması isə yalnız onun əlində övladlarının doğum haqqında şəhadətnamələri olduğu halda mümkün ola bilər. Bunun üçün Samirə Sürxəndani qanunvericilik əsasında uşaqlarına doğum haqqında şəhadətnamə almalıdır. Uşaqları doğum evində doğubsa, ona doğum evindən həmin uşaqların doğulması barədə sənəd verilib. O, həmin sənədlərlə müraciət eləməlidir müvafiq icra hakimiyyəti orqanına, yəni konkret olaraq qeydiyyatda olduğu rayonun qeydiyyat şöbəsinə həmin sənədləri təqdim eləməlidir və uşağa doğum haqqında şəhadətnamə verilməlidir. Həyat yoldaşı ilə nigahda olub-olmamasının həmin sənədlər əgər varsa, ona doğum şəhadətnaməsinin verilməsi üçün heç bir problem mövcud deyildir. Hüquqşünasın sözlərinə görə son zamanlar bu kimi faktların sayı artıb. Səbəb isə qanundan kənar doğulan uşaqlara valideynlərin biganə yanaşmasıdır. Bu kimi faktların baş verməsində digər bir səbəb də əksər vaxt ataların atalıq hüququndan imtina etməsi olur. Əsasən bizim araşdırmamıza görə ya valideynlərin sənədləri qaydasında olmadığına görə uşaqlar sənədsiz qalırlar və yaxud da ki, nigah olmadığına görə, deməli tərəflər arasında rəsmi nigah olmadığına görə uşaqlar sənədsiz qalır və müəyyən problemlər ortaya çıxır. Əlbəttə müraciət edə bilər, ancaq bilavasitə bu işlə qeydiyyat şöbələri, Ədliyyə Nazirliyinin ərazi aidiyyatı üzrə qeydiyyat şöbəsinə müraciət edib məsələni həll edə bilər, heç bir problem yox. Bütün bunların baş verməməsi üçün isə valideynlər övladlarına dayə seçərkən mütləq onların fəaliyyətini qanuniləşdirməlidirlər. Valideynlər, həm də dayələr özləri öz gəlirlərini gizlətmək məqsədi ilə rəsmi əmək münasibətlərinə girmirlər və sonradan bax belə problemlər ortaya çıxır və bu problemlər ortaya çıxanda artıq qanunvericilik bu məsələləri tənzimləməkdə çətinlik çəkir. Ona görə də düşünürəm ki, bundan sonra da valideynlər də dayələrlə münasibətləri əslində rəsmiləşdirməlidirlər və həmin dayələrlə müvafiq əmək müqavilələri bağlamalıdırlar və həmin əmək müqavilələrinin şərtlərinə uyğun olaraq onlara əmək haqqı ödəməlidirlər.
Qısası, iki qadının səhvi və məsuliyyətsizliyi dünyadan bixəbər olan iki azyaşlının internat evində yaşamağa məcbur edib və onların bu yaşamının nə vaxta qədər davam edəcəyini isə bir Allah bilir. Çünki rəsmi nikahı olmayan Samirənin uşaqlarına doğum haqqında şəhadətnamə alması kifayət qədər vaxt tələb edir. Sualıqı Məmməd qızı, Emin Qaraşlı, ANS. Deməli belə, ana uşağını dayəyə, dayə isə uşaqları uşaq evinə təhvil verib. Çox dolaşıq bir məsələdir, amma biz çalışacağıq ki, bu dolaşıqdan ipucu tapaq. Beləliklə, uşaqları əlindən alındığı iddia edilən Samirə Sürxəndani baş xəbərdədir. Xoş gördük Samirə xanım. Samirə xanım, bu günləri siz uşaqlarınızı geri almaq üçün nə eləyə bilmişsiniz? Ümumiyyətlə, bu günlər ərzində uşaqlarınızı görə bilmişsinizmi? Yox, 8 gündür ki, uşağımı görmürəm. O da raddoma tapşırılmışdı, doğum evinə tapşırılmışdı, almaq üçün sənədləri. Hələ ki bir cavab çıxmayıb. Bu günləri mən ancaq onlardan cavab gözləmişəm. Mənim nömrəmi götürmüşlər ki, mənə cavab deyəcəklər. O Nəhayət xanıma zəng vuracaq, Nəhayət xanımdan nəsə kağız istəməlidir, Mehriban xanım. O kağızın əsasında mənə verəcək kağız. Bu günlərdə heç cavab çıxmayıb. Yəni, belə bir hüquqşünasların da açıqlaması olmuşdu. Doğum evinin və uşaq evinin də açıqlamasına görə siz uşaqlarınızı yalnız o halda geri ala bilərdiniz ki, sizin doğum haqqında sənədiniz olsun. Amma sizin uşaqlarınız, yəni rəsmi nikaha girmədiyinizə görə doğum haqqında şəhadətnaməniz yoxdur. Siz uşaqlarınızı hansı doğum evində dünyaya gətirmişsiniz? 2 saylı doğum evində. Orada əsli dururmu? Bəli, durur. Və sizə nə əsas gətirdilər sənədi verməməklə? Sənədi verməmək, dedi ki, Nəhayət xanım nəsə kağız vardı, sağlamlıq haqqında kağız istəyəcəklər Nəhayət xanımdan. Nəhayət xanım ora kağız yollayandan sonra o mənə sənəti verəcək. Ümumiyyətlə, uşaqlarınızla əvvəldən də aralı qalmışdınızmı? Yəni, onlar sizdən nə qədər kənarda qalıb? Heç vaxt qalmayıb da. Hər vermişəmsə də Nayanka gecə mənim yanımda olublar o uşaqlar. Bəs sizə görə əsas səbəb nə idi? Uşaqlarınızın doğum evi, daha doğrusu uşaq evinə aparılıb verilməsində, dayənin uşağınızı uşaq evinə verilməsində. Mən ondan elə bir dalaşmışdım. Demişdim ki, sən yaxşı baxmırsan da, başqasına verəcəm. O bilir də başqasına verdiyimi. Mən evdən bir gün gedib atamın yanında Banisada qalmışam gecə. Evə qayıtdım, mənə qonşu dedi ki, sən uşağın dünən verilibdir bölməyə. O bilib ki, mən uşağı ona verməyəcəm baxmağa. O da elə özləri üçün qərarlaşdı, aparıb veriblər bölməyə. Bilirdi sənədsiz olduğu o uşağın. Aparıb verib bölməyə, bölmədə təhvil verib uşaq evinə. Təşəkkür edirəm. İnşallah biz də reportajımızda, daha doğrusu müsahibəmizdə diqqətlə izləyin. Hüquqşünasın deyəcəkləri sizin üçün çox maraqlı olacaq. Mövzunu uşaq hüquqları üzrə Qeyd Alyansının sədri Nazir Quliyevlə davam etdirirəm. Xoş gördük Nazir bəy. Nazir bəy, ananı da dinlədiniz, reportaja da baxdınız. Sizə görə indiki halda ana övladlarını geri almaq üçün nə edə bilər? Təbii ki, çox mən bu fakta təəssüf edirəm. Eyni zamanda ona təəssüf edirəm ki, bugün Azərbaycanda belə hallarla üzləşən çoxlu sayda valideynlər var ki, nə özlərinin rəsmi nikahları var, nə onların uşaqlarının doğum haqqında şəhadətnamələri var. Və bu xanımın problemləri üzə çıxan problemlərdir və bu faktlara görə, doğum haqqında şəhadətnamənin olmamasına görə, eyni zamanda nikahların rəsmiləşməməsinə görə xeyli sayda həm ailələr, həm uşaqlar bugün müxtəlif problemlərlə üzləşirlər və konkret bugün xanımın problemi də bunun bariz nümunəsidir. İndi reportajlarda da qeyd olundu, xanım nə etməlidir? Təbii ki, əgər polisin aktı ilə müəssisəyə verilibsə, birinci təbii ki, hansı rəsmi sənədlər olmalıdır onu geri almaq üçün. Hansısa sabah başqa bir insan da iddia edə bilər ki, onlar mənim övladımdır, onu geri almaq üçün. Yəni bu zaman birinci uşaqların təbii ki, doğum sənədlərini təsdiq edən sənədlər olmalı. Bu doğum şəhadətnaməsi və bu da doğum evindən... İndi yoxdur bunlarda. Hal-hazırda nə edilməlidir? Mən buradan bu verilişə gəlməzdən öncə Təhsil Nazirliyinin Deyonsulaşmış Uşaqların Müdafiəsi İdarəsi ilə də əlaqə saxladım. Şəxsən orada rəis Mələt xanımla da görüşdüm və bu müzakirə belə olundu ki, və bizim eyni zamanda təşkilatımızın Uşaq Hüquqları Klinikası da sabahdan bu xanıma kömək edəcək. Mən elə xanıma da müraciət danışdıq verilişdən öncə ki, biz sabah səhər saat 9-dan xanımın probleminin həll olunması ilk öncə həmin o doğum evindən arayışın alınması, birinci arayış alınmalıdır. Uşaqların həqiqətən orada doğulmağını təsdiq edən və qısa zamanda uşaqlara doğum şəhadətnaməsi alınacaq və ondan sonra növbəti addım olaraq uşaqların o müəssisədən anaya təhvil verilməsi. Təbii ki, doğum evi də eyni zamanda bu sənədləri verməlidir. Orada arxivdə onların sürətləri var və bir sayılı uşaq evi də Nəhayət xanım orada çıxışında da qeyd etmiş ki, təbii ki, o arxivdə hansı sənədlər qalmalıdır ki, bu uşaqlar kimə qaytarıldı? İndi uşaqlar anadan kənardadırlar, ana uşaqlardan. Bu hər ikisi üçün psixoloji problemdir. Ən tezi neçə günə ana ilə balarını qovuşdurmaq olar? Ən tezi təbii ki, əgər ümid edirəm ki, bu bir çətin vəziyyət olaraq hesab edirəm ki, ən yaxın bir həftə 10 gün ərzində bu mümkün ola bilər ki, bu sənədlər həll olunsun. Burada mütləq məhkəmədən keçiləcəkmi bu iş? Burada mütləq məhkəməyə ehtiyac yoxdur. Burada əgər
həmin doğum evindən sənədlər alınandan sonra uşaqların ananın fikir əsasında onun ata adı yazılacaq qeydiyyat orqanında. Təbii ki, məhkəmədə yalnız o faktların müəyyən olunmasına görə ehtiyac. Hal-hazırda məhkəməli heç bir ehtiyac yoxdur. Müvafiq qeydiyyat orqanında o prosedurlar həyata keçiriləcək. Eyni zamanda mən fürsətdən istifadə edib bu cür valideynlər var ki, onlar öz nikahlarını rəsmiləşdirməyib. Onlara səslənirəm, bu nikahlar rəsmiləşdirilməlidir. Eyni zamanda mən səslənirəm ki, uşaqlarının doğum şahidnamələri yoxdur. Onlar təcili valideynlərin çoxu getsin lazım. Bir də qanun hesab edirəm ki, biz bu çox vacib bir məqamdır ki, hüquqi mexanizmdə dəyişikliklər olmalıdır. Mən təklif edirəm ki, bu doğum evində uşaqlar dünyaya gələndən sonra müvafiq qeydiyyat orqanı ora dəvət olunsun və elə doğum evində də uşaqlara doğum şahidnamələri verilsin. Yəni ki, dövlət kəbini olmadan belə deyirsiniz ki, doğum haqqında şahidətnamə verilsin. Hətta rəsmi kəbin olmadan belə uşaqlara doğum haqqında şahidətnamə. Yəni artıq Azərbaycan kəndlərində siz də razılaşırsınız. O sizin o dediyiniz rəqəmlərin əksəriyyəti kəndlərlə bağlı olan bir məsələdir. Bakı şəhərində də bu var. Bakıda da var bu, amma yəni ki, insanların çoxusu daha doğrusu dini kəbinə üstünlük verirlər. Heç düşünmürlər ki, belə dövlət zaks deyək də qeydiyyatından keçsinlər. Amma nəticədə doğum haqqında şahidətnamə olmadan belə məktəblərə gedirlər. Mən Şəkidə belə bir hadisə ilə qarşılaşmışdım. Ucqar bir kənddə 100-dən artıq uşağın doğum haqqında şahidətnaməsi yox idi və soruşanda niyə yoxdur? Dedilər ki, kəbinə getmək üçün, dövlət kəbinə getmək üçün rüsum ödəmək lazımdır, şəxsiyyət vəsiqəsi almaq lazımdır. Bunlar uzun prosedur olduğu üçün valideynlər elə dini kəbinlə evlənməyi daha üstün bilirlər. Mən sizi inandırım ki, çox asan prosedurlardır və çox cüzi xərclər tələb olunur. Və mən bunun birinci hesab edirəm ki, valideyn məsuliyyətsizliyidir. İkinci, bu uşaq hüquqlarının pozulmasına yönələn bir addımdır və mən ona görə o təkliflə çıxış edirəm ki, doğum evində bu sənədlər uşaqlara doğum şahidnaməsinin verilməsi prosesi qanunverici öz əksini tapmalıdır ki, artıq bir çox valideynlər hətta bunun sonradan uşaqlara doğum şahidnaməsi alınmasını imtina etməsinlər. Hətta mən olubsa səhv edə bilərəm, qeyri-rəsmi məlumatlara görə 2011-ci il ərzində Azərbaycanda 31 min uşaq qeyri-rəsmi nikahlardan dünyaya gəlib. Və hesab edirəm ki, 31 min ilə 30 minə yaxını sənədləri yoxdur. Çünki qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqlardan bir çoxu sənədləri olmur və qeyri-rəsmi nikahların özü odur ki, sabah boşanma zamanı uşağın aliment alması, mülkiyyətlə bağlı hüquqları pozulur, uşağın təhsil hüquqları pozulur. Eyni zamanda qeyri-rəsmi nikahdan uşaqların zorakılığa məruz qalması, küçə tərzi çevrilməsi kimi problemləri çıxır. Ona görə də bəri başdan onun sənədləşdirilməsi uşağın müəyyən hüquqlarının əmələ gəlməsinə səbəb olur. Nazir bəy, yəni bu birinci fakt deyil, nə də ki sonuncu deyil. Belə hadisələrlə biz qarşılaşacağıq. Yəni burada da məlum oldu ki, dayə uşağı polisə təhvil verib. Polis sonra uşaq evinə aparıb uşağı. Ola bilməzdir ki, yəni ki polis əməkdaşları bunu uşaq evinə verməzdən əvvəl valideyni axtarsınlar. Yəni bu qanunda mümkündürmü? Təbii ki, burada vacib məqam ondan ibarətdir ki, əgər daiyəli olan şəxs uşaqların kimə gəldiyi etibar edilməsi olmaz. Bizdə qanunvericilikdə uşaqları yalnız qəyyumlara və himayəçilərə verilə bilər uzun müddət. Xanım da qeyd etdi ki, uzun müddət ona baxılmışlar. Bu halda həmin o şəxsin 14 yaşına qədər uşaqlar üzərində qəyyumu olmalı. Yəni rəsmi qəyyumluq himayəçilik orqanı. Amma təəssüf ki, Azərbaycanda dairələrin heç biri, yəni ki, onların eyni zamanda bizdə təəssüf ki, bizdə daiyəlik mexanizmi olmadığına görə bunu qəyyumluqla belə deyil, bir növ əvəz etmək olardı. Hal-hazırda bu xanımın uşaqlara baxan şəxsin nə qəyyumluq üzərində onun hüquqları var, nə də ki, daiyəli. İkinci bir hesab edirəm ki, bu cür vacib məqamda bu bir çox ölkələrdə sosial iş institutu deyilən bir institutlar var. Bu cür ailələri axtarırlar, tapırlar, bəyənləşdirirlər. Yəni polisin rolu əslində burada öz işini polis həyata keçirir. Polisin rolu ondan ibarətdir ki, o uşağı qısa zamanda harasa yerləşdirsin. Bunun da yeganə çıxış yolu bu dövlət uşaq müəssisəsində yerləşir. Çünki bizdə alternativ xidmət mərkəzləri belə yoxdur ki, qısa müddətli yerləşir. Əgər qısa müddətli mərkəzlər olsaydı, polis onu yerləşdirərdi və valideyn tapılan kimi gedib onu qısa müddətdə götürmək olardı. Eyni zamanda hesab edirəm ki, burada yenə mən valideynlərin bir çoxunu yenə təkrar etmək istərəm, məsuliyyətsizdə qınayacağam. Çünki bu hallarda valideynlər uşaqlara da düşünməlidirlər. Və həmçinin eyni zamanda burada vacib məqam ondan ibarətdir ki, xanım qeyd edir ki, qeydiyyatda hansı kirayədə yaşayır. Çox təəssüf ki, bizdə kirayədə yaşayan insanların bir çoxu müvafiq polis orqanında qeydiyyata düşmürlər. O qeydiyyata düşülmədiyinə görə polis bəzən bu cür insanları tapa bilmirlər və bir şey hətta bu Sabunçu rayonu ərazisində buna oxşar başqa bir faktlar da olmuşdur ki, bəzən ana hətta 2 ayla, 3 ayla o uşaqları qoyub getmişdir. Yəni eyni zamanda bu fakt onu göstərdi ki, sizin də işıqlandırmanız onu göstərdi ki, biz valideyn məsuliyyətinin artırılması və daiyəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir çox işlər görməliyik. Təşəkkür edirəm. Biz də bu məsələyə diqqət çəkməklə çalışdıq ki, ən azından valideynləri, yəni məsuliyyətsizlik edən valideynləri məlumatlandıraq. Çox sağ olun. Təşəkkür edirəm. Xatırladım ki, Baş Xəbərin qonağı Uşaq Hüquqları Liqasının sədri Nazir Quliyev idi. Atalarımızın belə bir deyimi var, ana bala üçün canını oda yaxar. Amma bu vəziyyətdə dayə ananın canını oda yaxıb. Tək ki, Allah qovuştursun. Baş Xəbərdə bu günlük bu qədər. Salamat qalın.